Prospekt ERP proqram təminatında alış əməliyyatı ticarət bölməsindən həyata keçirilir. Burada əməliyyatlar bölməsində yeni əməliyyat düyməsinə daxil oluruq. Açılan pəncərədə alış hissəsinə keçid edirik. Burada ümumi məlumat hissəsində alışın tarixi, valyutası, alışı kimdən etdiyimiz, yəni qarşı tərəf təchizatçının adı, alışı həyata keçirdən menecer və anbarı seçirik. Qaymə bölməsində müvafiq olaraq məhsul axtar, barkod skaner və yaxud kataloqdan seç düymələrinin birindən istifadə etməklə alacağımız məhsulları axtarış verib qayməmizə əlavə edirik. Əlavə edilmiş məhsulların qiyməti və sayı qeyd olunur. Daha sonra alış əməliyyatına endirim tətbiq olunubsa, endirim faizi və yaxud məbləği qeyd edilir. Alışın ƏDV-li olub-olmaması müəyyənləşdirilir. Daha sonra ödəniş et hissəsində borcun hansı hesab növü vasitəsilə ödənildiyi seçilir. Əgər ödəniş edilməyibsə, ödəniş et düyməsi deaktiv edilir və təsdiq düyməsi sıxılır.